Salam əziz izləyicilər. Bugün Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanının Azərbaycan dili suallarına baxasıyıq. Videoya başlamamışdan öncə videonu bəyənib kanala abunə olmağı unutmayın. İndidən hər kəsə təşəkkür edirəm. Başlayaq suallara baxmağa. 31-ci sual. Biz D variantının suallarını izah edirik. Digər variantlarda ona uyğun cavabları yoxlayarıq. Nəhayət, hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməni aldım. Sintaktik təhlil sxemi. Burada uşaq düzgün qeyd edib. Nəhayət, modal söz olduğu üçün cümlə üzvü olmur. Aldım nəyi? Şəhadətnaməmi. Nə zaman? Hərbi xidməti başa vurduqdan sonra zaman zərfliyi bir yerdə gedir. Tərkib kimi. Haradan? Gimnaziyadan. 2 zərflik, 1 tamamlıq və 1 xəbər. 32-də vasitəsiz nitqli cümlə və sxemi qeyd olunub. Uyğunsuzluğu seçirik biz. Mən buradayam, komandir, bu, cəhd dinləndimmi, bura gələ bilərsinizmi, bu doğrudur, sual işarəsi. Biz demək olar ki, çatmışıq. Deyə, müəllif, Səlim gülümsündü, bu da doğrudur. Bəli, burada danışıqdır, kimisə danışığı vasitəsiz nitq formasında olmalıdır. Dedi müəllif, digəri isə vasitəsiz nitq. Bu cümlənin sxemi səhv verilib, düzgün cavab C-dir, digərlərə də baxaq. Qarı biraz düşünüb, müəllif, yaxşı qərar sənindir. Vasitəsiz, müəllif təkrar dedi sözü ilə bitir. Kapitan səmimiyyətlə dedi. Sizi təbrik edirəm. Burada isə müəllif və vasitəsiz nitqdir, bəli. Dedidən sonra bu hissəsi müəllif, bu hissəsi isə vasitəsiz nitqdir. Yanlış fikir müəyyənləşdirin. Yerimə öyrətdin tutub əlimlə, dolaşdım aranı, dolaşdım dağı. Balana yerimə öyrədincə sən, gərək öyrədəydin yıxılmamağı. Əvəzliyin bir məna növü bəli, sən var, şəxs əvəzliyi var. Təsdiqlənən feillərin hamısı xəbər şəklindədir. Bir-bir baxırıq. Öyrətdin, dolaşdım, hamısında zaman şəkilçisi var, dolaşdım. Öyrədə idin. Burada indi baxırıq, təsdiqlənən feillərin hamısı deyir, xəbər şəklindədir. Bu fikir səhv fikirdir. Çünki öyrədə idin, gərək öyrədəydin. Kaş, bu arzudur. Düzgün cavab B bəndidir. Digərlərinə baxaq yenə də. İkinci misrada işlənmiş isimlər təsirli çaldadır. Aranı, dağı, bəli, təsirli çalın sualına cavab verir. Yönlü çalda işlənmiş söz mənsubiyə şəkilçilidir. Baxaq yönlü çalda işlənmiş sözə. Balana sözü yönlü çaldadır. Bəli, mənsubiyyət şəkilçisi. İndi baxaq görək. Mənsubiyyət şəkilçisi sənin balan. Bəli, mənsubiyyət şəkilçisidir. Yalnız qrammatik mənası olan bir söz, bəli, gərək arzu ədatı işlənmişdir. Keçək növbəti suala. Biri mürəkkəb addır. Mürəkkəb adlar birlik söz birləşməsi formasında olur. Mürəkkəb sözdür bunların hamısı. Bayram adları mürəkkəb ad kimi sayılırdı. Cavab D bəndi. Sözlər iki leksik şəkilçi sxeminə uyğun olmalıdır. Baxaq görək hansı uyğun gəlmir. Genəldir sözündə ir zaman şəkilçisidir. Qrammatik şəkilçisidir, yəni. Dıqsa dissə feili bağlamanın şəkilçisidir, qrammatikdir. Sonra digər variantda dahiyanə sözündə bir leksik şəkilçisi var. D bəndində küskündür sözündə dür şəxs şəkilçisidir, bir qrammatik şəkilçisi var. Cavab qalır oxşarlıq sözündə, sözün kökü. Oxşa, oxşadan yaranır, oxşar. Lıq da leksik şəkilçisi. Bərkit sözündə isə bərk sözün kökü. İ və T isə leksik şəkilçilər, iki leksik şəkilçisi var. Düzgün cavab E bəndi. Hansı cümlədə feili sifət tərkibi işlənmişdir? Hansı ağaclar yaşıllaşan ağaclar? Tərkib deyil. Kimi qonaqları, hansı qonaqları? Gələn qonaqları. Tərkib deyil. Dostum, oxuyan məqsədinə çatar. Kim oxuyan? Bu da tərkib deyil. Ahəstə süzən qartal anidən şikarına tərəf şığıdı. Şığıdı. Nə? Qartal, hansı qartal? Ahəstə süzən qartal. Bu bir yerdə tərkib kimi götürülür. Düzgün cavab D bəndi. Oxudu nəyi? Məktubu, hansı məktubu? Yazılmış məktubu, bu isə tərkib deyil. Keçək 37-ci suala. Feilin bütün təsdiqlənməyən formalarına aid nümunə işlənmişdir. Xeyr, burada məstər yoxdur. Qazandığı feili sifət, göstərildiyinə feili sifət, ümumiyyətlə məstər feili bağlama yoxdur. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Baxaq. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar. Burada dəlalət edir, söz birləşməsi təşkil eləmir. Ona görə B variantı səhvdir. Feillər qayıdış və məlum növdədir. Bu da səhv fikirdir. Çünki məsələn,
Dəlalət edir məlum növ ola bilər, amma diqqət göstərilmək şəxsiz növdür. Ona görə C variantı da səhvdir. Şəxsə və cəmiyyətə görə dəyişməyən feillər eyni cümlə üzvü vəzifəsindədir. Eyni cümlə üzvü ola bilməz, çünki burada təhlil eləyək. Hansı uğurlar? Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar. Bu təyindir. Nəyə dəlalət edir? İdmana qarşı xüsusi diqqət göstərilir. Bu isə tamamlıqdır. Ona görə D variantı da səhvdir. Qurluqca mürəkkəb xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Bəli, dəlalət edir sözü buna uyğun gəlir. 38. Tərz hərəkət zərfi tez-tez düşürdü. Feili bağlamadan fərqləndirmək lazımdır. Tamamilə kəmiyyət zərfi. Olmaz. Belə işarə əvəzliyi olmaz. Gülə-gülə feili bağlama. Bu da olmaz. Çiyin-çiyinə zərfdir. Döyüşdüyü sözünü izah edir, yəni feili sifəti izah edir. İftixarla tərz hərəkət zərfidir, danışan izah edir burada da. Dilucu zərfdir, təşəkkür edib feili bağlamasını izah edir. Düzgün cavab 4, 5, 6. Uşaqcanlı sözünün tələffüzü bu x kimidir. Açıq-aşkar sözündə isə açıq-aşkar olmalıdır. Çünki burada özündən sonra saitdən başlayan söz gəldiyi üçün h-ya keçir. Q isə tələffüzdə g kimi tələffüz olunur. Düzgün fikirlər hansıdır? İndi baxaq. 3 cingiltili samit işlənmişdir. Uşaqcanlı sözündə cingiltili samitlərin sayı 3-dür. Açıq-aşkar sözündə q, r, c 3-dür. Bizə uyğun olmayanlar lazımdır. Bir uyğundur. Q samitinin kar qarşılığı xeyr. İkisində də açıq-aşkar sözündə x yoxdur. Ona görə düzgün cavabın biri 2-dir. Yanlış fikirlərdən biri 2-dir. Açıq sahitlərin sayı qapalı sahitlərin sayından çoxdur. Uşaqcanlı sözündə görürük ki, bərabərdir. Ona görə yanlış fikirlərin biri də 3-dür. Deyilişi ilə yazışı arasında görürük ki, hər ikisində 2 fərqli məqam var. Yanaşı işlənən kar və cingiltili samitlər var. Burada cavab yanaşı işlənən kar və cingiltili samitlər. Burada ş-c var. Burada baxaq görək yanaşı işlənən uşaqcanlı sözündə x və c var. Bəli. Bu da doğrudur. Kar qarşılığı olan bir samit işlənib. Ğ'nın qarşılığı var, C'nin qarşılığı var. Ona görə də düzgün cavab 2, 3, 6-dır. D bəndi. Cədvəldə uyğun fikirləri müəyyənləşdirin. Gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. Digər nümunə isə qayıt yerinə qoy ayı, günəşi, yenə olduğu tək görmə həyatı. Qayıt gözümün nuru, könlüm atəşi, qayıt sahmana sal bu kainatı. Bu misralarda nitq hissəsi ilə ifadə olunmuş həmdüz üzvlər işlənmişdir. Birinci nümunədə bəli, gəncliyim, şərəfim, müqəddəratım, mübtədanın həmzinsliyi var. İkinci cümlədə isə məsələn günəşi, ayı, qayıt, yerinə qoy. Bunlar da götürmək olar. Yəni qayıt tamamlıqların həmzinsliyi var burada. Bir doğru. Baş üzvlərdən birinin həmzinsliyi var. Xeyr. Daha doğrusu bəli. Baş üzvlərdən birinin. Gəncliyim, şərəfim, müqəddəratım burada mübtədadır. Digər cümlədə isə qayıt, yerinə qoy, xəbərin həmcinsliyi var. Yəni bunu götürmək olar. Daha doğrusu qoy sözü burada ayrıca olar yəqin ki. Həmcinsliyi var, xəbərin həmcinsliyi var. Yəni bu götürüldü. Həmciz üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Uzlaşma əlaqəsində əsas tərəf olması üçün mübtəda olmalıdır həmciz üzv. O da birinci cümlədə var. 2 fərqli cümlə üzvü həmcinsdir. Baxaq görək hansı fərqli cümlə üzvlər var. Dedim, ikinci cümlədə xəbərin həmcinsliyi var, bir də tamamlığın həmcinsliyi var. Bu birinə aiddir. 1, 2, 4. Həmciz tamamlıqlar işlənmişdir. 6 da doğru idi, izah elədim bayaq. Həmciz mübtədalarda ifadə vasitəsi söz birləşməsidir. Xeyr. Birinci nümunədə həmciz mübtəda var, amma ifadə vasitəsi söz birləşməsi yox, nitq hissəsidir. Mətn suallarına baxaq. Mətn sualları Dərbənd ətrafında. Bədii mətn bu idi. Baxaq. Toxtamışın planları arasında maddi mənfəət əldə etmək var idi. Bəli, bunu sübutu olaraq qənimət əldə etmək istəyirdi. Göstərərəm bunu, çox qənimət toplamaq bu hissəsi. Bir doğru. Şirvanşah İbrahim əhalini Dərbənddən zorla çıxartmışdı. Bu fikir yoxdur mətndə, ehtimal ola bilər. Qalada müqavimətlə qarşılaşan Toxtamış xan geri çəkilməyə məcbur olur. Bu fikirdə əslində Toxtamış xan geri çəkilməyə məcbur olur fikir mətndə yox idi. Dağıtmaq üçün, daha doğrusu bu yanlış idi. Müqavimətlə qarşılaşmır əvvəlcə.
Dərbənd üzərinə hücuma keçən döyüşçülər qala divarlarını dağıtmaq üçün göstəriş almışdılar. Bu doğru fikir idi mətndə. Bunu götürə bilmərik. Həqiqətən də dağıtmaq üçün təlimat alırlar. Çaparın gətirdiyi xəbər əhval-ruhiyyəsində dəyişikliyə səbəb olur. Bu mətnin əvvəlində qeyd olunmuşdu. Həqiqətən də dəyişir onun əhvalın. Yəni şad xürrəm görünürdü. Çadırına toplaşmış əyanlar. Xəbər gətirmə hissəsi də burada qeyd olunubdur. Şirvanşah İbrahim ilə Əmir Teymur arasında soyuqluq var idi. Bunu da nədən təxmin eləmək olar? Ehtimal idi. Çünki mətnin bu hissəsində deyir ki, Əmir Teymur artıq kömək etmək fikrində deyildi. Yəni, soyuqluq ola bilər, ona görə kömək etmirdi. Toxtamış xan işğalçı hökmdardır, doğru idi. Dərbəndin ələ keçirilməsini əhəmiyyətli hesab edirdi. Dərbənd keçidini əhəmiyyətli hesab edir burada. Deyir, keçid lazım idi. Bu cümlə sübutudur. Yaranan fürsətləri dəyərləndirir. Əmir Teymurun olmamasını, yəni fürsət olaraq dəyərləndirir. Bu da var idi. Qabaqsıda müəyyən eləyə bilmir, çünki ağlına gəlməzdi ki, onlar tərk edib şəhəri. İbrahimin müttəfiqlərlə danışıqlar aparmır mətndə. Döyüşçüləri şəhərə daxil olmağa əmr eləyən isə onun sərkərdəsi idi, Cormağan idi. Mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Əmir Teymurun Kür çayının sahilində düşərgə salmasının səbəbini müəyyən etmək mümkün deyil. Biri birdir dəqiq. Niyə yaxınlaşa bilmirdilər? Çünki ox atırdılar onlara. Heyrətlənməsinə səbəb orada heç kimin olmaması idi, sakitliyin olması idi. Qalanın içində sakitliyin olmasına səbəb heç kimin olmaması idi. Toxtamış xanın Əmir Teymura ədavət bəsləməsinin səbəbini isə müəyyən etmək mümkün deyil. Mətndən çıxarılsa məzmuna xələl gəlməz. Bu da düzgün cavab 4-5-dir. Nəyə görə 4-5-dir? İndi izah edək 1-2 üçün. Burada şad xürrəm görünürdü. Bu cümləni əgər çıxarsaq cümlədən, ondan sonra deyə bilmərik ki, onların intizarına kim son qoydu? Kimin intizarına? Əyanların, sərkərdələrin. Bir deyil. Lakin onlar qala arasında hətta 50 adamdan az məsafə qalanda da orada bir oxun belə atılmaması Cormağan xanı təəccübləndirdi. Burada deyir ki, Toxtamış xan da narahat oldu. Bundan qabaqçı cümlədə demək ki, kimsə narahat olub da. Bu Cormağan xanın narahat olmağını biz çatdırmalıyıq. Ona görə 2-də yanlış fikirdir. Xanın əmri ilə belə vəziyyətlərdə təcrübəli olan döyüşçülər irəli yeridilər. Biz o cümləni deməsək, deyə bilmərik ki, kimin əlində qalxana bənzər qorunma alətləri var idi. Ona görə 3-ü də çıxara bilmərik cümlədən. 4 və 5-i cümlədən, mətndən çıxarsaq belə heç bir uyğunsuzluq yaranmır. Üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyənləşdirin. Burada yerimək sözü 2 mənada qeyd olunub. Birinci yerimək sözünün mənası Şirvan üzərinə yerimək, yəni hücum etmək mənasındadır. İkinci isə insanın yeriməyi idi, səhv eləmirəmsə. Qeyd eləyək burada, yerimək burada, bir mənası burada. Sonra biraz irəli yeridir, yəni biraz irəli addımladı mənasındadır. 2 isə aiddir A və D. Yenə də yerimək o mənadan verir. B və E, yəni saat heç yerimir. Bu mənaların heç birinə uyğun gəlmir. Bu işlər bizim vilayətdə yeriməz, yenə uyğun gəlmir. Düzgün cavab C bəndi. 46. Sözlərin qarşılığını ifadə edib, mənasını müəyyən edib yazın. Təyin etmək, müəyyən etmək, müəyyən etmək olar. Kələk, hilə demək olar. Təxliyə etmək isə kəndi təxliyə etmək, boşaltmaq mənasını verir. Mətnlərə məcazilik qatmaq lazımdır. Burada frazeoloji birləşmələr artırmaq olar. Məsələn, görünür müttəfiqi İbrahimə kömək etmək fikrində deyil, əl uzatmaq fikrində deyil demək olar. Və yaxud da qalada sakitliyi görən Toxtamış xan narahat oldu, təşvişə düşdü, təlaşa düşdü demək olar. Şirvanşah İbrahim obrazı ilə bağlı hiləgər demək olar. Tam olaraq qorxaq saymaq olmaz, amma tədbirli demək olar ona. Hiləgər və tədbirli demək olar. Tədbirli olduğunu biz mətndə gördük, çünki qabaqdan tədbir görürdü. İnsanlar oradan çıxarmışdı ki, çox itkiyə yol verməsin. 49. Nöqtələrin yerinə uyğun ifadələr yazmaqla cümləni tamamlayın. Burada itirdiyi nə ola bilər? Toxtamış xan şəhərin alınmasının həm itki hesabına olacağını, həm də vaxt itirəcəyini nəzərə alıb dedi, ola bilər. Həm qoşun itkisini ola bilərdi, həm də ki, vaxtı itirə bilərdi. Ona görə deyir ki, tələsməliyik.
Sən saydığını say gör fələk nə sayır. Mətnin bu ortalarına aiddir. Gəlirlər, hücuma keçirlər. Görürlər ki, heç kim yoxdur. Bir bu hissəyə aiddir, çünki çıxartmışdı qoşunu. Bir də son hissədə Toxtamış xanın qoşunu Samur çayına doğru hərəkətə başlayarkən artıq Şirvanşah İbrahim də əhalini boşaldır və qoşunun sayını artırırdı. Yenə də bu fikrə aid eləmək olar. Digər mətn Azərbaycanda parçacılıq sənətinə aid bir mətndir. Bu mətndə nə var? Baxaq. Birinci sual, 51-ci sual. Mətndən çətin dağılan, gec yırtılan davamlı sözü idi. Bu mətndə var. Nadir tapılan, dəyərli, antik sözü var idi. İstehsal olunmuş, hazırlanmış məhsullar, məmulat sözü idi. Məxəs sözü var idi. Məxəs sözünün mənası mətnə uyğun sənət mənbə deməkdir. Burada tablo sözünün sinonimi deyil, portret və tablo fərqli-fərqli. Ornament naxışdır. Tablo isə şəkil, rəsm mənasını verir. Düzgün cavab D bəndi. Doğru fikirlər. Qazanc məqsədi ilə satılmışdır. Bu bəli, mətndə var idi. Daha baha satmaqdan ötürü bir sıra maddələrdən istifadə edirdilər. Daha doğrusu qızıldan, gümüşdən, saplardan bəzəyib satırdılar. Parçacılıq sənətkarları sadəcə ipək parça istehsal edirlər. Təbii ki, deyil. Təkcə ipək parça deyil. Fərqli materiallar var idi burada. Azərbaycan parçaları haqqında müxtəlif mənbələrdən məlumat almaq mümkündür. Bəli, bu mətndə var idi. Harada var? Fransız səyyahı. Sonraki yazılı mənbələr var. Burada nə bilim Ruslar da burada məlumat vermişdi, səhv eləmirəmsə. Yəni, fərqli mənbələrdən məlumat almaq mümkündür. Şamaxının və Təbriz ipəyindən Rus çarı üçün geyim hazırlanması 9-cu 12-ci əsrdə mənbələrdə rast gəlinir. Bu yanlış fikir idi. Çünki bu Şamax ipəyi idi. Sırf Şamax ipəyinə aid idi. Təbriz ipəyinə aid deyildi. Daha sonra antik mallar alverçisi bir neçə hissəyə bölərək müxtəlif şəxslərə satdığı parçanı Təbriz şəhərindən almışdır. Mətnin bu hissəsinə baxaq. Təbrizdə toxunmuş ipək parçanın bir hissəsi saxlanılır. Burada Təbrizdən aldığı haqqında məncə bir məlumat yazmır. Ona görə ehtimal saymaq olar. Şərq Xalqlar Muzeyində saxlanılan parçanın üzərində düşmənin ələ keçirilməsi təsvir edilmişdir. Burada düzgün cavab, bəli, ələ keçirilməsi təsvir edilmişdir. Fikri var idi burada, səhv eləmirəmsə. Bu 5 mətndə, bu hissədə var. Tapdım o hissəni. Deyir ki, tutduğu düşmən təsvir olunmuşdur. Kəməndlə tutduğu düşmən təsvir olunmuşdur. Ona görə bu ehtimal sayılmaz. Düzgün cavab 1, 4, 5 olar. 53-cü sualda. Burada illüstrasiyadan bağlı bir cümlədir. Yəni, naxışdan filan bağlı bir cümlədir. Bu isə Nizami Gəncəvinin əsərlərində obrazlar təsvir olunurdu. Naxışların arasında, naxış bu hissəyə uyğun gəlir. Yəni, 3. 54-də. Üzərində rəqəm yazılmış sözlərdən biri hansı nümunədə kontekstə görə mətndəki mənasını işlədilmişdir? Araşdırmalar göstərir ki, təcrübələr bunu göstərir, eyni mənanı verir. Digər cümlələrdə fərqli-fərqli mənalar, məsələn, taleyinə yazılmaq, bir də nümunələrə yazılmaq. Biri həqiqi mənadadır, biri məcazi mənadadır. Digər variantlarda, yəni, eyni mənada yazılmayıb, hamısı fərqli mənadadır. Biri həqiqi, biri məcazi və yaxud da fərqli mənalarda qeyd olunub. 55. Şamaxı və Təbriz haqqında. Burada hansı fikirlər yanlışdır? 55-ci sualda baxdım mətndə. Mətndə nə qeyd olunur? Burada toxunan parçaya işarə edilir. Bəli, xalq mahnısında Şamaxıda toxunan parçaya işarə edilir. Bu cümlədə qeyd olunubdur. Daha sonra mənbələrdə buraya ticarət məqsədi ilə göndərilən heyətdən söz açılır. Bu hər ikisinə aiddir. Çünki Şamaxıya və Təbrizə göndərilib. Bu, yəni təkcə Şamaxı yox, hər ikisinə uyğundur. Daha sonra parça toxucuları şəhəri tərk etmək məcburiyyətinə qalmışdılar. Bunu ortaqda qeyd edib, amma ən sonuncu abzasda qeyd olunmuşdu. Bu Təbriz toxucularına aiddir. Bəzi emalatxanalarda hazırlanan parçalar yüksək qiymətə satılırdı. Həqiqətən mətndə var. Qızıl və gümüş olan hissədə idi bu. Parça toxuyan sənətkarları qiymətli materiallardan da
istifadə edirdilər. Bu isə ortaq fikir idi. Dediyim kimi, ona görə də 2-3-5-də düzgün cavab. Burada toxunmuş parçanın hissələri müxtəlif muzeylərdə saxlanılır. Bu mətndə var, Təbrizə aiddir. Aid olduğu hissəni də göstərim. Bu hissə. Daha sonra 56. 56-cı sualda müddəa və fakt cədvəli var. Burada indi mətndə qeyd olunmayıb. Yazılan cümlə, səhv eləmirəmsə. Sonrakı yazılı mənbələrdə bu cümlə 1663-cü ildə Şamaxı və Təbrizə parça almağa göndərilən ekspedisiyadan və Şamaxı ipəyindən Rus çarı Romanoviçin paltar tikilməsindən bəhs olunur. Burada fakt kimi qeyd olunub. Bu biz yaza bilərik ki, müddəa yerinə müxtəlif mənbələr onlar haqqında məlumat vermişdi. Müxtəlif yazılı mənbələr bu parçalar haqqında məlumat vermişdi. Müddəa yerinə bunu yazandan sonra digər faktı isə qeyd etmək olar ki, Rusların Azərbaycan parçaları ilə tanışlığı da 9-12-ci əsrlərə aid məxəzlərdə yazılmışdır. Və yaxud da Sarden burada müxtəlif parça növlərinin olduğunu göstərir. Yəni, müxtəlif yazılı mənbələr olduğunu biz sübut edirik belə. 57. Əvvəlində işarə qoyulmuş sözlər əsasında cədvəl doldurun. Həqiqi yoxsa məcazidir və digər mənada işlət. Bu çox da çətin sual deyil. Bədii xüsusiyyət daşımaq burada məcazi mənadadır. Yük daşımaq həqiqi mənada cümlədə işlətmək olar. Kəməndlə tutmaq mətndə həqiqi mənadadır. İşğal etmək mənasında, yəni torpaqları tutmaq məcazi mənada belə işlətmək olar. Çərçivəyə alınmış cümlədə uyğun düzəlişlər yazın, küsurları aradan qaldırın. Səfəvilər tarixində yox, dövründə istinad etmişdir, yox, qeyd etmişdir demək olar. İki müxtəlif tərkib hissəsində bir-birlə ziddiyyət təşkil edən cümlələri müəyyən edərək yazın. Mətnin giriş və nəticə hissəsində bir-birinə zidd olan cümlələr verilmişdir. Nəticə hissənin sonunda qeyd olunub ki, bu hadisə Azərbaycanda parça sənətinə böyük zərbə vurmuşdur. Bu cümlə. Giriş hissədə isə qeyd olunmuşdur ki, daim yüksək səviyyədə inkişaf etmişdir. Bunlar bir-birinin əksidir. Giriş və nəticə hissədə olan cümlələri qeyd etmək lazım idi. Azərbaycan parçalarının şöhrət qazanmasında müxtəlif sənət sahələrinin də rolu olmuşdur. Mətndə zərgərlərin rolu var idi, çünki onlar zərri parçalardan düzəldirdilər. Burada parçalar qızıl və gümüş saplarla bəzədilirdi. Saplarını zərgərlər hazırlayırlar. Bax, bu hissə. Bir də rəssamların rolu var idi, çünki onlara müraciət olunurdu. Bu qədər. Hər kəsə uğurlar arzulayıram. İnşallah nəticələr də ürəyiz istəyən kimi olar.